Çox sağ olun, dəyərli Sahibə xanım, hörmətli həmkarlar. Bu da enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikası qanununda növbəti dəyişiklikdir. Burada enerji effektivliyi informasiya sisteminin yaradılması və məlumatların daxil edilməsi ilə bağlıdır. Bu məqsədlə həmin qanunda 4-1-ci maddə əlavə olunur və eyni zamanda 6-cı maddə genişləndirilir, daha doğrusu 6.3-cü bənd genişləndirilir. Eyni zamanda dəyişikliyə əsasən 17.1.5-ci maddə də əlavə olunub. Sizə təqdim etdiyimiz bu qanun layihəsinə görə Azərbaycanda yaradılması təşrif olunan enerji effektivliyi və informasiya sistemi, enerji səmərəliliyi sahəsində dövlət siyasətinin icraatına nəzarəti həyata keçirməyə, müvafiq sahədə elektron xidmətləri göstərməyə və icra göstəricilərini operativ almağa kömək edəcəkdir. Belə ki, sistem üzərindən enerji auditoru ixtisas attestatının alınması məqsədi ilə müraciətlər qəbul ediləcək, enerji auditorları və enerji auditi təşkilatının reyestri əks olunacaq. Enerji istehsalı, təchizatı və istehlakı sahəsində nəzarət subyektlərinin hesabatlarını sistemə daxil edəcəkdir. Mövcud qanuna əsasən enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlətin aşağıdakı məhdudlaşmayan vəzifələri müəyyən edilmişdir. Birinci, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin faydası, iqtisadi, ekoloji və sosial üstünlükləri haqqında enerji istehlakçılarının maarifləndirilməsi və məlumatlandırılması. İkinci, ayrı seçkilə yol vermədən şəffaf və enerjinin istehsalı, saxlanması, ötürülməsi, nəqli, paylanması, satışında və istehlakında iştirak edən tərəflərin maraqlarına uyğun enerji audit sisteminin fəaliyyətinin təmin edilməsi. Üçüncü, enerji effektivliyi üzrə xidmət bazarının inkişaf etdirilməsi. Dördüncü, enerji resurslarından səmərəli istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və nəhayət binaların enerji effektivliyi üzrə pasportlaşmasının həyata keçirilməsi. Qeyd etmək istərdim ki, məcburi enerji auditi subyektlərinin siyasının müəyyən edilməsi üçün illik enerji istehlakı məlumatlarını müvafiq enerji təchizatçılarından və 10.000 kvadrat metrdən yuxarı tikinti sahəsinə malik olan qeyri-yaşayış binaları barədə məlumatların isə aidiyyatı dövlət orqanlarından alınması zəruridir. Bu məlumatların sistemə aidiyyatı orqanlardan mütəmadi qaydada daxil edilməsi və ya mövcud digər sistemlərlə inteqrasiyası məlumatlarının əldə edilməsi və emalını asanlaşdıracaqdır. Sistemin ictimaiyyətə açıq hissəsində isə əhali üçün enerji səmərəliliyinə dair maarifləndirici məlumatların, enerjiyə qənaət kalkulyatorunun, enerji istehlakına dair statistikanın və s. yerləşdirilməsi nəzərdə tutulmuşdur. Sistemin istifadəyə verilməsi nəticəsində informasiyanın şəffaflığının artırılmasına və dövlət xidmətlərinin səmərəliliyinin artmasına töhfə olacaq, kağız daşıyıcıları minimum enəcəkdir. Və sistemin tətbiqi eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli fərmanına və həmin fərmanla təsdiq edilmiş Azərbaycan Respublikasında rəqəmsal inkişaf konsepsiyasına uyğundur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq enerji səmərəliliyi sahəsində qanunvericiliyin effektiv icrası və nəzarət, eləcə də strategiyanın müvafiq tədbirinin icrasını təmin etmək məqsədi ilə enerji effektivliyi informasiya sistemi elektron portalın tətbiqi ilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında bu qanunda dəyişikliklər təklif olunur və mən də sizi bu qanun layihəsini dəstəkləməyə dəvət edirəm. Və qeyd etmək istəyirəm ki, bu layihənin qəbul edilməsi ilə əlaqədar ləğv olunmalı olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra orqanlarının normativ heç bir hüquqi aktı yoxdur. Layihənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilməsi nəzərdə tutulan enerji effektivliyi və informasiya sisteminin əsasnaməsi layihəsi də hazırlanmalıdır. Diqqətinizə görə çox sağ olun. Müsbət səs verməyə dəvət edirəm hər kəs.